Salam dostlar, hər vaxtınız xeyir. Mən Günel Qacar, Qacar Akademidən sizi salamlayıram. Deməli, bu dəfəki videomuz çox qəşəng olacaq. Həm doktorantura, həm magistraturanı çox dərindən maraqlandırası bir mövzudur. Bir tələbəm magistr esse nəticəsini deyim 5 bal üzərindən 5 bal verdi. Biz isə bu videoda onu təhlil eləyəcəyik ki, bu 5 balı hansı esselərə verir. Həmçinin eyni şəkildə 0.5-i də təhlil eləyəcəyik, 4.5 balı da təhlil eləyəcəyik. Baxaq görək, hansı yazı tərzinə deyim tam nəticə, tam xal verir. Elə isə başlayaq və mən həm sizə nəticəni göstərəcəm, həm də o nəticəni bir-bir yazacağam ki, biz baxın bu cür yəni sırayla yazacağıq ki, tərcüməsini verə-verə hansı sözlərdən də biz də istifadə edək ki, növbəti essələrimizdə biz də yaxşı bal alaq. Bu esseni yenə deyirəm, həm doktorantura, həm magistratura yaxından maraqlandırır. Əslində IELTS-də baxa bilər, amma dimin tərzində getdiyimiz üçün bu sahənin tələbələri bizə diqqətlə qulaq assa daha yaxşı olar. Elə isə başlayaq, görək nədə bizim problemlərimiz oldu. Deməli, başlayaq ilk 5 bal alan tələbəmizin essesi ilə. Mən bunu belə göstərirəm bu cür şəkildə. Daha sonra isə bunu göndərirəm. Bu cür şəkildə mən yazmışam bunu Word-ə ki, daha rahat təhlil eləyə bilək. Elə isə başlayaq. Deməli, birinci cümləmizdə nədən danışır? Bilirsiniz ki, essenin quruluşu 3 hissədən ibarətdir və siz bu essenin quruluşuna əməl etməsəniz, onda artıq biz esseni düzgün yaza bilməliyik. Essenin quruluşu deyənə nəyi nəzərdə tuturam? Gəlin bu ağ yerdə yazım. Birinci hissə 2 və 3 hissədən ibarətdir. Birinci hissə introduction olmalıdır. Introduction nə deməkdir? Yəni, ümumi şəkildə bir dənə məlumat verməliyəm. Bu essenin haqqında bir məlumat getməliyəm, hələ söhbəti açmadan. Daha sonra isə body hissəsi gəlir. Body hissəsi ayaqların hepsi yazdım. Body hissəsi isə, yəni artıq söhbətləri açıram, dediyim faktları artıq sübut edirəm, example'larla gücləndirirəm. Və nəticə hissəsi conclusion hissəsi. Nəticə hissəsində isə artıq dedim ki, bax gördüm mən bunları qeyd elədim. Bu cür şəkildə bölürük. Bu bizim essemizin quruluşudur. Birinci gedək essemizin adına baxaq görək hansı adı seçib tələbəmiz, ona uyğun baxaq. Deməli, 2 esse adı verilmişdi bizə. Bunlardan biri, some people argue that school uniforms should be mandatory for all students. Bir də var ki, being self-employed is becoming a common career choice. Yəni, öz işinin olması, self-employed odur, yəni sahibkarlıq, özündən məşğulluq, ən yayılmış karyera seçimidir. Ya tələbəmiz bu esseni seçib. What are the advantages and disadvantages of this trend? Bu esse avantaj, dezavantaj essesidir. Yəni biz ilk abzasda avantaj, sonra dezavantaj yaza bilərik. Use specific reason and examples to support your opinion. Elə isə başlayaq. Görək hansı necə yazdıq. Biz dedik axı birinci introduction olmalıdır. Essemizin adı nədən idi? Deyirdi ki, yəni özünə məşğulluq, yəni öz işini yaratmaq ən yayılmış seçimdir, karyera seçimidir. Elə isə baxaq. Introduction-da görək tələbəmiz hansı məlumatı verib. Nowadays, unemployment is one of the most widely spread problems in most countries. Bu arada bəzi səhvlərimiz var essedə. Mən bəzilərinin hərf səhvləri filan var idi, onları düzəltmişəm. Deməli ki, hərf səhvlərinə çox diqqət yetirməyib və ümumiyyətcə bəzi qrammar səhvlərdə, çox kiçik qrammatika səhvlər, hərf səhvlər də var. Deməli, ümumi məğzini o qədər bəyənib ki, tam bal verib. Yəni, balımız 5 üzərindən 5 alıb bu essemiz. Onda görək nə yazıb ki, bu çox diqqət cəlb eləyib. Deyirik ki, müasir dövrdə işsizlik. Baxın, söhbətə işsizlikdən daxil olub. Yəni, ümumi şəkildə işdən məlumat vermək istəyib. İşsizlik əksər ölkələrdə ən geniş yayılmış problemlərdən biridir. Since people try to handle qəşəng bir sözdür. Deməli, burada bir dənə, mən burada highlight eləyəcəm. Highlight söz istifadə olundu. Hətta issues da yenə eyni şəkildə.
Deməli, since people try to handle this issue, being self-employed is becoming a common career choice. Nə qəşəng söhbətə giriş edib. Deyib ki, insanlar bu məsələnin öhdəsindən gəlməyə çalışdıqları üçün, handle bu məxumdandır. Çalışdıqları üçün bu özünə məşğulluq, yəni self-employed, özü işini qurmaq, özünə məşğulluq deyək, getdikcə daha çox yayılmış bir karyera seçimi halına gəlir. Yəni söhbəti çox qəşəng gətirdik bura. While this decision is useful, it has also some disadvantages which will be emphasized in the following paragraphs. Deyir ki, bu qərar faydalı olsa da, bəzi çatışmazlıqları da var ki, onlar aşağıdakı paragraflarda vurğulanacaq. Əla, introduction'ımız çox qəşəng giriş etdik. Uzaqdan, mən deyirdim həmişə ki, söhbətə uzaqdan başlayıb içəri daxilıq. Amma söhbəti əlaqəmiz də kəsilməsin. Unemployment-dən başladı, daha sonra isə bu çətinliyi əhatə eləmək üçün özünün işini yaratmağı getdi və axırıncı cümlə, ümumiyyətcə yadda saxlayın. Essemizin axırıncı cümləsi, daha doğrusu introduction axırıncı cümləsi həmişə bizim o birisi essemizə keçməyə bir, necə deyim, körpü rolunu oynamalıdır. Yəni bu artıq bizim körpümüzdə. Mən bodydə nələr danışacağam, o haqda məlumat verməlidir. Essemizdə avantaj, dezavantaj essesi olduğu üçün tələbəmiz burada bunu qeyd edib ki, növbəti paragraflarda mən avantajı və dezavantajını danışacağam. İndi isə birinci paragrafa body'yə keçirik. Baxın, bu iki hissə, bax, bu bir, bu da iki. Bu birə heç oxşamadı. Bu bir, bu da iki. Bu iki isə body'ni ifadə edir və body'ni iki yerə bölüb. Elə isə bir-bir gedək. First of all, it's undeniable. Mən burada highlight eləyəcəm qəşəng sözləri ki, siz də istifadə edin onu. It's undeniable fact that money is the most crucial part of the mankind's life and people have to work to gain money. Deyir ki, əvvəla danılmaz bir faktdır ki, pul insan həyatının ən vacib hissəsidir və insanlar pul qazanmaq üçün işləməlidirlər. However, recently it has been challenged to find job because of increasing population. Lakin son zamanlarda artan əhali səbəbindən iş tapmaq çətinləşib. Deməli, iş tapmaq çətinləşib because of the səbəbindən görə, ucbatından deyir. Because of increasing population, yəni əhalinin artması səbəbindən. So, əslində biz onu akademik əsərlərdə çox tövsiyə etmirik. So, çünki daha çox informala gedir. Yəni, günlük danışığı. Amma istifadə olunub sorun deyil. Therefore, that's why belə istifadə edə bilərsiniz. So, the most choose to establish their own work. Burada biraz qrammatiklə biraz problemimiz var, amma əslində yenə də görməzdən gələk bizdə və davam eləyək. Deyirik ki, buna görə də insanların əksəriyyəti öz işlərini qurmağı seçirlər. The most choice ifadəsi, choose ifadəsi səhvdir. Burada yenə deyirəm, biz də görməzdən gələk və davam edək, çünki esseni çox qəşəng əlaqələndirib. Daha sonra deyirik ki, in this way, while they earn their profit, they also avoid conflicts and dependence of other people. Bu yolla onlar həm qazanc əldə edirlər, earn profit, fayda, mənfəət, qazanc əldə edirlər. Həm də digər insanlardan asılılıqdan və münaqişədən qaçırlar. Yəni öz işini quranda həm pul qazanırsan, həm də digər insanlardan asılı olmursan. For example, baxın, ən gözəl üsul budur. Bizə bir söhbət verdi. Yəni avantaj essesinin açılışı nədir? Birinci, bu söhbətin avantajı nədir? Avantajın nə olduğunu dedi. Sonra onu biraz daha detallı izah elədi. Sonra da bir dənə for example-dan ifadəni verdi. Yəni avantajı budur, filan şeylərdir və məsəl üçün. Bu qədər bəsit. Məsəl üçün, if a person is a sole entrepreneur, bu çox qəşəng bir ifadədir. He does not have to divide the profits of entrepreneurship between other unlike partnership and he makes all decision about his business himself. Niyə bunun üstünə xəçəkdim, altından çəkəcəkdim. Deməli, deyir ki, məsələn, əgər bir insan fərdi sahibkardırsa, o qazancını digərləri ilə bölüşmək məcburiyyətində deyil. Yəni, şəriklikdən fərqli olaraq. Çox qəşəng bir unlike partnership. Şəriklikdən fərqli olaraq və biznesi ilə bağlı bütün qərarları özü verir.
Therefore, he does not argue with someone else about his work. Beləliklə, buna görə də işi ilə bağlı heç kimlə mübahisəyə ehtiyac duymur. Mənim birinci abzasımı bu nəyə yazdıq? Avantaja yazdıq. Deməli, avantajın nə olduğunu biraz detallı izah verdim, sonra da bir dənə example verdim. Bununla da avantajı bitirdik. İndi keçirəm digər hissəmizə, digər abzasımıza. Bu abzasda isə dezavantajlardan danışılır. Deməli, avantaj-dezavantaj hissəsi budur. On the other hand, being self-employed has some challenges, yəni bəzi çətinliklər də yaradır. Such as finding the capital, yəni kapital tapmaq, pul tapmaq nəzərdə tutub. It's difficult for people to find money or investor who, burada mən bunu başqa rəngdə bir dənə qeyd edeyim. Bax, bu qəşəng qrammatikadır. Bu qrammatikanda çox gözəl istifadə edilib. Yəni, relative pronoun qrammatikasıdır. Deyir ki, pul tapmaq və yaxud da investoru who ilə izah edir. Deyir ki, kim ki, onların işlərinə invest edir. And provide them with capital. Deməli, necə dedik, insanlar üçün biznesə sərmayə qoyacaq investor tapmaq və ya lazım maliyyəni əldə etmək çətindir. Additionally, linking wordslərdən istifadə olunub. Bu da çox gözəl bir avantaj gətirir. Deməli, esseni yaxşı bal almaq istəyirsinizsə, esse quruluşu, introduction, body, conclusion yerində olsun. Essenin adından özü uyğunlaşsın. Avantaj-dezavantajlı essesini seçib çox da qəşəng edib. Birinci paragrafa avantaj, ikinci paragraf dezavantaj yazıb, linking wordslərdən istifadə edib, fikrini tam ifadə edib, balını alıb. Additionally, əlavə olaraq, it's difficult to manage all work himself since sole entrepreneur has to know a lot of hard and soft skills. Deyir ki, bundan əlavə tək başına bütün işləri idarə etmək çətindir. Çünki fərdi sahibkar həm texniki, hard skills'ı onun nəzərdə tutur. Deməli, hard skills həm texniki, həm də bacarıqlarla soft skills. Bu əla. Bunu qeyd eləmək isə möhtəşəm. Malik olmalıdır. Also, investors do not prefer to invest sole entrepreneurship because of its risk. Və üstəlik, investorlar risklər səbəbinə fərdi sahibkarlığa investisiya qoymaq istəmirlər. Birinci essedə pulun qazanmasından avantaj olaraq birinci bodydə şərikdə pul bölmürsən, öz qərarını özün verirsən deyir. İkinci essedə dezavantajlarından danışır ki, bax burada problemlər yaşayır. Çünki hər şeyi özü eləməlidir. Tutaq ki, həm texniki bacarıqları olmalıdır, həm sosial bacarıqları olmalıdır. Yəni bu cür şəkildə məlumatlar verir. Gəldik hansı hissəmizə? Conclusion hissəmizə nəticəni yekunlaşdırır. To sum it up, while people are independent of other by being self-employed, they face a lot of challenges like attracting investors and finding capital. Yuxarıda qeyd elədiklərini, burada bir sözdən qeyd edir. Yuxarıda qeyd elədiyi avantajı və dezavantajı, hansı ki bir sözlə demişdi, onu aşağıda qeyd elədi sadəcə. Dedi ki, nəticə olaraq insanlar özünə məşğulluq sayəsində bacarıqlarından asılı olmurlar, müsbəti dedi. Sonra da bir dənə dedi ki, lakin investorlar cəlb etmə və kapital tapmaq bir çox çətinliklər üzləşirlər. Yəni, uzun sözün qısasını burada qeyd elədi. Essenin quruluşu və tam IELTS essesinə nə mənada uyğundur? Yenə deyirəm, avantaj-dezavantaj essesi necə yazılır? Introduction verdi. Body hissəsində birinci hissədə avantajı, ikinci hissədə dezavantajı qeyd elədi. Nəticədə isə yuxarıda qeyd etdiklərini bir-bir sözlərini seçdi və bura qeyd elədi. Bu essemizdə aldı 5 bal və halal olsun deyirik. Gedirəm bu hissəyə, deməli burada İndi isə 4.5. Bax, bu 4.5 alınan essedir. Baxaq görək bunu. İndi mən bunu yazmadım artıq. Bir də özündən oxuyaq. Regarding the fact that we are living in the contemporary world, quite a few people make an effort to determine new profitable approaches to school uniform. School uniformdan danışıb. Baxın, birinci essemizdən danışıb burada. Məktəb uniformalarından. Consequently, a considerable number of the people assert that school uniforms ought to be compulsory, while the majority of the respondents unanimously object this opinion. Deyir ki, məktəb uniformaları məcbur olmalıdır. Bəziləri bu fikri təsdiq edəndə, digərləri bunu inkar edir. Bizdə bu essedə nədən danışır? Əqrilsən yoxsa dizəlirsən? Əslində burada introduction sonunda qeyd eləsəydik ki, mən bu fikrinə razıyam. Yəni hansısa fikrinə ya razı olmalısınız, ya narazı olmalısınız. Buna görə də razı olduqda qeyd eləməlisiniz ki, mən burada razıyam, ona görə bodydə buna uyğun getməli. Yox, mən bu fikrinə narazıyam deyib bodydə elə davam eləməlisiniz. Buna
Ona görə də bəlkə də 0.5 biraz buradan çıxmış ola bilər. Çünki intronun sonunda bunu qeyd etməlidir. Above all, it's apparent that unit system of the deməli garments provide equality among children. Therefore, regardless of the difference between their families, financial state, ethnic or religious background, they will be treated the same. Moreover, school uniforms can help students to focus on their studies better. They are usually affordable. That's why each family can be them easily. Bir də essenin adına yenə baxım. Agree-disagree də. Agree-disagree essesidir. Amma daha çox avantaj, dezavantaj kim yazıb? Bəlkə də 0.5 ona görə çıxıb. On the other hand, we must take into consideration that having no dress code in school helps students to become more creative and self-confident, since they will start to make decisions by themselves and they will be able to deal with various problems when they grow older. Finland is one of the çox qəşəng example verir. Bax burada. Deyir ki, öz kreativliyi ilə yaradır, özünə inam olur. Yəni school kodun dress kodun olmaması, uniformanın olmaması və onlar da deyir ki, çox qəşəng problemləri öhdəsindən gələ bilirlər. Finlandiya bunun ən yaxşı nümunəsi, benefited from this type and have the best education. Yəni bunu artıq bir misal göstərir, sonra da onun example-ını verir. All in all, even if no dress code have some benefits, but the number of the school majority school uniforms have more merits and advantages. Yenə deyirəm, birazca burada mənə elə gəlir ki, ona görə çıxardıblar ki, tam essenin adına agree-disagree essesidir. Baxın, bu agree-disagree essesidir. Bu essedə siz ya razı olmalısınız, ya narazı olmalısınız. Yəni bir fikri seçib, intronun sonunda bayaqlar körpü demişdimi, onun sonunda onu qeyd edib, arxasınca da gətirməlisiniz ki, həmən bu fikrinə razıyam və bu razı olduğunuz fikri dəstəkləməlisiniz. Yoxsa esse çox qəşəng yazılıb, sadəcə dediyim nüans bəlkə də problem yaradır. İndi isə 0.5 bal alan essemizə baxaq. Deyirsiniz ki, qəşəng yazılıb, qəşəng xətdir. Bu arada fikir verirsinizsə, xətlər çox qəşəngdir, ehtiyatlı olun, xətlərinizi çox gözəl edin orada. Sadəcə esseni bir dənə oxuyun, baxın. Unquestionable, every coin has two sides, so are the people, society, person are divided into two groups, and therefore school uniforms have become a topic of the debate among people. This essay will compare and contrast both of the opinions. Bax, burada essenin quruluşunda düzgünlük yoxdur. Çünki agree-disagree essesi olmalıdır. Compare contrast essesini qeyd edib. Will compare and contrast both of the opinions. Along my opinion, which is in the favor of the former, view will be discussed in a sensible conclusion. Essenin çox qəşəng sözlərdən istifadə olunub. Birinci səhv nədədir? Birinci səhv odur ki, burada çox şeydən istifadə olunub. Şablon sözlərindən çox olunmamağı lazımdır. Yəni istifadə eləməliyik, amma lap çox yox. İkinci də essenin özü agree-disagree essesidir, amma compare contrast yazılıb. Yəni essenin quruluşuna diqqət edirək. Initiating with the point supporting first school of the zoo, firstly, a considerable number of the people argue that school uniforms should be mandatory for all students. Qrammatik səhvlərimiz var. With regard to fact that everyone is not gain. Feil olan yerdə is olmaz. Some salaries. Some'dan sonra xəbər, isim ya sayılmayan ya cəm isim gələr. If all students use regularly school uniform, that misunderstanding are become. Are become'a baxın, həm feil var, həm are var. To be ilə feil bir yerdə olmaz. Ona görə qrammatika çox önəmlidir. Because young people or children wouldn't like differ from other students. But some special days, students are being creative, designed, or maybe irregular clothes they create and always doesn't. Esədə qısaltmalardan istifadə eləməyin. Doesn't kimi. Use some school uniforms. To compare, I would like to say that uniform changeable for, however, it will depend upon bu sözü oxuya bilmirəm. Yəqin ki, yox, mindset of the people that which view they are in favor of. Əslində deyirsiniz, esse çox qəşəngdir və niyə 0.5 verilir? Biraz essenin quruluşu. Esse agree-disagree essesidir, amma biz burada essenin strukturundan çıxdıq. Yəni belə, dostlar, indi baxın, bu da bizim ümumi şəkildə esse nümunələrimizdir. İnşallah ki, siz də bunlardan nəticə çıxarıb çox yaxşı nəticələr əldə edərsiniz. Görüşənədək növbəti videolarda sağ olun, özünüzə yaxşı baxın.